Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz millətim. Mən indi bugünkü bizim bu televiziyamızın, bu proqramımız nəyə həsr olunacaq? İndi mən sizə deyim, İranın Səhər telekanalından Azərbaycana qarşı e, o yönəldilən ifratlar, iyrənciliklərlə bağlı. Demək, əziz millətim, mən də buradan həm o Güney Azərbaycanda bizi dinləyənlərə müraciət edirəm, həm də Quzey Azərbaycandakı öz soydaşlarımıza. Əziz millətim, bilirsiniz ki, bu Səhər kanalı illərlədir, qərinələrdir ki, Azərbaycana qarşı düşmənçilik siyasət aparır. Özə bilirsiniz, orada belə oyun qurublar ki, oranın aparıcıları Azərbaycan türklərindən ibarətdir, dırnaq arası, yəni satılmışlar da onlar hamısı. Və hər dəfə də biz bu internet şəbəkələrində gəzəndə, baxanda tez-tez qarşımıza çıxır onların o danışıqları və məcburi şəkildə oluruq ki, bunları dinləyək, onların o iyrəncililərinə qulaq asaq. Şəxsən mən özüm onları hər zaman dinləmişəm, rastıma çıxanda, ona görə ki, zaman-zaman da onların cavabını biz Qopuz Media olaraq vermişik. İndi bu ində nəyin cavabını verəcək onlara? İndi bunlar belə bir kampaniya başlayıblar ki, güya ki, İranla İsrail, İsraillə Amerika İranı vurur, Azərbaycan və Azərbaycan rəhbərliyi bütün bunlara susurlar, niyə səsləri çıxmır falan filan, belə bir iddia ilə çıxış edirlər hal-hazırda. Mən də buradan bunlara cavab vermək istəyirəm. Cavabım çox kəskin olacaq. Çox kəskin olacaq. Əvvəla mən o Səhər kanalına, səhər demirəm, o zəhərdir. Zəhər kanaldır. Quzey Azərbaycanda hər kəs onlara zəhər deyir. Çünki zəhər qusduqları üçün. Çox qəribə bunlar həyasız bir siyasət yürüdür. Eyni İran Fars Molla rejiminin apardığı siyasəti həmin bu telekanal dəstəkləyir. Çünki birbaşa olaraq xidmət edirlər. İndi baxın, görün, eyni ilə çox həyasızcasına burada bunlar çıxış edirlər. Nə? Biz onları niyə qorumuruq? Əvvəla sizə mən buradan cavab verim ki, 30 illik Azərbaycan Qarabağ uğrunda savaş verdi. Həmin bu Qarabağ uğrunda savaş verərkən nə Azərbaycandan, nə İran hakimiyyətindən, yəni Quzey Azərbaycan nəzərdə tuturam, Güney Azərbaycan nəzərdə tuturam, nə İrandan Azərbaycan heç bir dəstək gəlmədi. Əksinə olaraq İran dövləti sona qədər Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunan günə qədər İran dövləti Azərbaycana qarşı düşmənçilik siyasəti yeritdi. Həm beynəlxalq tribunalarda, həm də döyüş sahəsində Ermənistana nə qədər gücü qüvvəti çatırsa dəstək verdi. 30 il müddətində Azərbaycanda verdiyimiz şəhidlər, verdiyimiz iqtisadi o, belə deyək, qurbanlar, yəni pullar, vəsaitlər, torpaqlarımızın 30 ildən yuxarı işğal altına qalmasının səbəbkarlarından başında gələn İran dövlətidir. Hansı ki, bu Səhər kanalının hər zaman dəstəklədiyi və İran rəhbərliyindən bu günləri, bax, günü bugün, məsələn, deyək ki, Azərbaycanla Ermənistan arasında atəşkəsdir. Yəni ki, müharibə yoxdur. Sülhə doğru biz gedirik, artıq sülh də imzalanıb. Onlar bu günə qədər, baxıb görürsünüz ki, İsraillə Amerika ilə müharibə aparır. Azərbaycan onlar üçün hər zaman qınaq predmetidir, müzakirə predmetidir. Hər zaman biz müzakirə olunuq. Güya niyə? Güya biz, həmən bu Səhər kanalının deməsinə görə, biz siyonistləri yetişdiririk, Azərbaycanda siyonistlərə şərait yaradırıq, İranla müharibə aparsın. Baxın, görün, nə qədər absurd bir iddihamdır. Çünki Azərbaycan ərazisindən bu günə qədər İran tərəfinə heç bir nə siyasi, nə iqtisadi, nə savaş təcavüz olunmuyor. Amma İrandan Azərbaycana qarşı hər zaman olub. Azərbaycan İsrailə, Amerikaya, İranla savaş üçün hava məkanı vermədi. Heç bir şey vermədi. Əksinə biz İrana yardımlar yollayırıq. Biz İranla
qardaşlıq etmək istəyirik, dostluq etmək istəyirik. Həm Azərbaycan hökuməti, həm Azərbaycan dövləti, həm də Azərbaycan xalqı olaraq. Amma bunun əvəzində hər zaman biz nə elədik? İrandan düşmənçilik gördük. Eyni hərəkətlər də biz Ruslara qarşı hər zaman elədik, amma Ruslardan biz hər zaman düşmənçiliklə rastlaşdıq. Biz bu günləri də həm Azərbaycan dövləti olaraq, həm Azərbaycan xalqı olaraq bütün dünyada biz özümüzün sülh məramlı olmağımızla hal-hazırda belə deyim də bir şöhrət tapmışıq. Çünki dünya səviyyəsində, beynəlxalq aləmdə Azərbaycan dövləti artıq sülh məramlı dövlət kimi tanınır. Azərbaycan xalqı da sülhsevər xalq kimi tanınır artıq. Bizim bugün heç kiminə nə torpaq iddiamız var, heç kiminə nə savaş iddiamız var, heç bir şey. Amma bizimlə çox təəssüflər olsun ki, bizim nankör yaxın qonşularımız hər zaman bizimlə savaşda olmağı arzulayıblar, Azərbaycan torpağına zaman-zaman təcavüz eləyiblər və ilaxır. Biz isə bütün bunlara nə eləmişik? Susmuşuq. Artıq bu günləri Azərbaycan durub İranın yanında durması, Amerikaya, İsrailə qarşı biz İrandan ötəri savaşmamalıyıq. Hansı İrandan ötürü? 30 il Azərbaycana təcavüz edən Ermənistanın yanında duran İrandan ötərimi? 30 il Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistana dəstək verən İran dövlətindən ötəri bizə 30 il qardaşlıq etmiş İsraillə düşmənçilik etməliyik. Yəni siz bunu mu demək istəyirsiniz? Bu hansı senzuraya sığır? Əgər biz bunu bu günləri etsək, İsrailə qarşı, Amerikaya qarşı, bu hansı senzuraya sığar? Siz bizimlə düşmənlik aparın, İsrail bizimlə dostluq. Və biz sizdən ötürü İsrailə düşmənçilik eləyək. Hansı ki, düşmənçiliyi siz bizimlə aparmışsınız. Yəni bu hansı bir o çərçivəyə sığır, heç olmasa onu deyirsiniz. Və mən buradan Şəhər kanalının aparıcılarına da, Şəhər kanalını orada idarə edənlərə də, buradan mən bir kəlmə söz demək istəyirəm. Mən Azərbaycan hökumətini təmsil etmirəm. Azərbaycan dövlət adından da danışmıram, mən elə bir səlahiyyətim də yoxdur. Mən sırf Azərbaycan vətəndaşıyam. Azərbaycan xalqının, Quzey Azərbaycanın bir sıravi vətəndaşıyam. Mən buradan sizə deyirəm, sizin o Azərbaycana qarşı, türkçülüyə qarşı, Azərbaycan Türkiyə qardaşlığına qarşı qusduğunuz o ifratların heç birisi bizə Azərbaycan xalqının nə düşüncəsinə, nə zehniyyətinə, nə təfəkkürünə heç zərrə qədər də mane olmayacaq. Yəni, biz sizin bütün o danışdıqlarınıza əhəmiyyətsiz hesab edirik. Siz baxmayın ki, mən buradan sizə cavab verirəm. İndi fikirləşəcəksiniz ki, belə düşünəcəksiniz ki, əgər Azərbaycan ictimaiyyətinin adi bir nümayəndəsi bugün gəlib bizə münasibət bildirirsə bizim burada danışıqlarımıza, demək biz bunlar üçün əhəmiyyətli bir kanalıq. Xeyr, sizin heç bir əhəmiyyətiniz yoxdur. Sadəcə olaraq bəzi savadsız, siyasi savadı olmayan insanlar ki var, sizə baxıb orada nəsə qidalanmaq istəyirlər. Çünki savadları yoxdur. Mən onlara müraciət edirəm burada. Və mən nəzərimdə onları saxlayıb bu çıxışı edirəm. Azərbaycan bütövdür. Azərbaycan heç bir qonşularla, dünyanın nəinki qonşuları ilə, dünyanın heç bir dövləti ilə düşmənçilik aparmır, aparmayacaq da. Və Azərbaycanla dostluq edənlərlə hər zaman Azərbaycan dost olmuşdur. Hətta Azərbaycana düşmənçilik edənlərlə də Azərbaycan həmişə dostluq təklifində bulunmuşdur. Hər zaman onlarla dostluq etməyə çalışır. Və biz buradan sizə bir daha deyirik ki, siz Azərbaycana qarşı heç bir iş, yəni o sizin ağlınızda, təfəkkürünüzdə olan işi nəzərdə tutan görə bilməyəcəksiniz. Çünki Azərbaycan qurdlar diyarıdır. Azərbaycanın dövləti var. Azərbaycan anarxiya formasına idarə olunmur. Azərbaycan sizin kimi meşə üsulu ilə idarə olunmur. Ona görə də Azərbaycan kiçik dövlət olmağına baxmayaraq hal-hazırda həm Azərbaycan dövlətinin rəhbəri dünya səviyyəsində, beynəlxalq aləmdə çəkisi olan, səviyyəsi olan bir şəxsdir, bir dövlətik biz.
Bununla da əziz millətim, fikirlərimi bitirmək istəyirəm. Sizinlə Qopuz Media Qrupunun rəhbəri Azad İskəndərlidir. Çox sağ olun, təşəkkür edirəm.